Hımm. Deməli yoldaşlar, bugünkü dərsimiz olacaq sinxron, asinxron tədris. Aaa, sinxron, asinxron tədrisin həm əyani, həm onlayn təşkil formalarından, danışırıq biz burada. Biz də pandemiya dövründə, indi məsəl üçün bu dəqiqədə biz onlayn tədris keçiririk, amma belə normal tədris necə olur? Əyani formada. Müəllim də, tələbələr də eyni vaxtda, eyni yerdə olurlar, eyni saatda və eyni ilə müəllim öyrədir, şagirdlər də öyrənir. Sinxron tədris tamamilə bunun üzərinə qurulub ki, müəllim neyləyir? Öyrənmə materiallarını bütün şagirdlərə eyni vaxtda təqdim edir. Əslində baxmayaraq ki, biz bu dəqiqə onlayn tədris keçiririk, yəni onlayn dərs keçiririk, əslində bu dəqiqədə biz sinxrondayıq. Niyə? Sinxron o deməkdir ki, eyni zamanda real time. Mən bu dəqiqə deyirəm, siz həmin saniyə eşidirsiniz. Sizin hər hansı bir sualınız varsa, o dəqiqə mən bilirəm və cavablandırıram. Aaa Bax, burada yazmışam, sinxron tədris onlayn şəkildə həyata keçirilir. Biz sinxron tədrisi adətən danışırıq məktəb mühitini. Niyə? Çünki, demək olar hər gün müəllimlə şagird gedir sinifə, müəyyən bir dərs cədvəlləri olur. Həmin cədvəl əsasında neynirlər? Dərs keçirlər. Sinxron dərslərin ən üstün cəhətlərindən biri, dərhal bir əlaqə yarada bilirik. Hər hansı bir probleminiz, sualınız varsa dərhal verib cavab ala bilirsiniz. Sonra birlik hissi formalaşır. Nə deməkdir? Baxın, gedirsiniz tutaq ki, məktəbə ya da universitetə, neynirsiz? Qrup yoldaşlarınızla, patok yoldaşlarınızla sosiallaşırsınız, ünsiyyət bacarıqlarınız inkişaf eləyir və sair. Yəni sinxron tədris insanların ünsiyyət cəhətdən formalaşması üçün, inkişaf edə bilməsi üçün xeyli faydalıdır. Burada da baxın yazmışıq ki, əvvəlcədən müəyyən olunmuş dərs cədvəli olur və həmin cədvəl üzrə həm yəni həm də onlayn sinxron dərslərə qoşulurlar. Arkadaşlar, sinxron tədrisin üstünlükləri ondan ibarətdir ki, bayaq dediyim kimi, müəllim və ya şagird tərəfindən verilən sual dərhal cavablandırılır. Mən də sizə sual versəm, siz dərhal cavab verməlisiniz. Siz də mənə sual versəniz, mən dərhal cavab verməliyəm. Sonra sürətli əks əlaqə qurulur, tapşırıqlar anında yoxlanılır və müəllim dərhal rəy verə bilir. Sonra müəllimlərlə və ya yoldaşlarla birbaşa ünsiyyət qurmağın mümkünlüyü, sosial bacarıqların inkişafı. Bayaq dediyim kimi, gedirsiniz universitetə, ya da məktəbə, orada qrup yoldaşlarınızla, sinif yoldaşlarınızla, müəllimlərlə neynirsiz? Ünsiyyətdə olub sosiallaşırsınız. Çatışmazlıqlar nələrdir? Əgər onlayn tədrisdən danışırıqsa, Wi-Fi gücü ilə bağlı məsələn texniki problem ola bilər. Bizdə də olur məsəl üçün, bəzən görürsünüz ki, hansınızınsa interneti, ya mənim internetim zəif olur. Neyirik? Dərsə rahat qoşula bilmirik. Hər kəs eyni anda qoşulmaya bilər. Bəli, sizin də işiniz çıxa bilər, mənim də işim çıxa bilər. Yəni bu həm əyaniyə aiddir, həm də onlayn aiddir. Sonra daxil olmaq üçün sakit bir yerə ehtiyac var ki, bu da hər zaman mümkün olmur. Bəli. Həm əyani sinxron dərslərdə mütləq bir sakit sinif otağı olmalıdır ki, bütün uşaqlar və müəllim gəlib orada dərs keçə bilsin. Onlaynda da təbii ki, yəni bu dəqiqə mən sizə dərs keçirəmsə, siz təsəvvür edin ki, arxada nə bilim bizdə toz-soran gedir, nə bilim kimsə burada təkiz vurur. Yəni o dərs mühiti artıq əlverişli olmayacaq da. Sonra da verilən suala daha tez müddətdə cavab vermək lazım olduğu üçün dərindən düşünməyə mane olur. Nə deməkdir? Baxın, deyirik axı, suala verilən cavaba dərhal cavab verməlisiniz də. Yəni məsəl üçün mən neynirəm? Sizə sual verirəmsə, sizin maksimal 3-5 saniyə vaxtınız olur ki, həmin suala cavab verəsiniz. Ondan artıq vaxtınız olmur. Bir də var yoldaşlar, asinxron tədris. Asinxron tədris nədir? Eee, bilmirəm, siz yox. Keçənki tələbələrimdə belə bir şey var idi ki, ixtisas müəllimləri, onların əksəriyyəti coğrafiya tələbəsi idi. Neynirdi? İxtisas müəllimi yükləyirdi bir platformaya dərsləri, videoları və tapşırıqları. Gələn dərsə qədər də vaxt qoyurdu ki, hamı videolara baxsın, tapşırıqları işləsin. Bax bu cür, yəni eyni anda baş verməyən təlim modelinə biz deyirik asinxron. Yəni tutaq ki, təsəvvür edin ki, məsəl üçün mən dərsi belə canlı-canlı keçmirəm, yükləyirəm YouTube-a, linkini göndərirəm sizə, tapşırıqları göndərirəm ki, ikinci gün axşama qədər bunları işləməlisiniz. Bu olur artıq asinxron tədris. Burada da qeyd eləmişəm ki, onlayn asinxron tədrisdə müəllim əvvəlcədən video mühazirədir, audio fayllar nəsə hazırlayır. Onu e-postla, YouTube-la, Google Classroom-la və s. harasa yükləyir və neyniyir? Sizə vaxt verir ki, həmin vaxt ərzində ora yüklədiyi fayllarla tanış olub tapşırıqları yerinə yetirəsiniz. Və burada əsas məsələ nədir? Şagirdlər son tarixi nəzərə alınmaqla, tutaq ki, mən bu gün verirəm tapşırığı, ikinci günə də vaxtınız olur.
Siz o son vaxtı nəzərə almaqla ürəyiniz nə vaxt istəyir, həmin materialı öyrənib, ürəyiniz istəyən vaxtda tapşırıqları yerinə yetirə bilərsiniz. Burada əsas məsələ odur ki, əvvəlcədən biz vaxt təyin eləmirik, canlı bağlantı qurmuruq, qarşılıqlı əlaqə olmur. Sonra burada əsas məsələ nədir? Müzakirə lövhəsindən, forumlardan, qarşılıqlı mesaj ötürmə vasitələrindən istifadə olunur. Yoldaşlar, bu nədir? Baxın, müzakirə lövhəsi forumları o deməkdir ki, bizim və qarşılıqlı mesaj ötürmə vasitələri o deməkdir ki, bizim onlayn formada ünsiyyət qura biləcəyimiz bir yer olmalıdır. Məsəl üçün, Gmail vasitəsilə tutaq ki, biz ünsiyyət quracağıq ya da WhatsApp qrupu vasitəsilə. Aydındır? Adətən biz nə edirik bunu? WhatsApp-la edirik də. Sizin sualınız varsa WhatsApp-a yazırsınız, mən nəsə ötürməliyəmsə WhatsApp-dan ötürürəm. Yəni burada artıq bizim mesaj ötürmə vasitəmiz WhatsApp olur tutaq ki. Baxın, canlı sinxron dərslərdə isə bəzi şagirdlər hazırladığı layihəni və tapşırığı daha tez verdiyi halda bəziləri neyiniyir? Son tarixə qədər təqdim edə bilirlər. Burada yoldaşlar, məsələ nədir? Əgər mənim 3 gün vaxtım varsa, mən bu gün təqdim eləmişəmsə, yəni bu gün bitirmişəmsə tapşırığı, bu gün rahat təqdim edə bilərəm. Daha gözləmirəm ki, müəllim desin ki, ay nə bilim, sizin bu qədər vaxtınız var, qutarsın və s. Əyən dərslərdə elə olur axı. Müəllim deyir ki, vaxt qutarsın, ondan sonra baxacam hamı tapşırığına. Amma sinxron dərslərdə belə bir problem yoxdur. Müəllim 3 gün vaxt verir, mən 1 günə qurtarmışamsa, təqdim edirəm, gedir. Müəllim 3 gün vaxt verir, mən 3 günə qurtarmışamsa, yenə vaxtını təqdim edəcəm, qurtaracaq, gedəcək. Sonra yoldaşlar, asinxron öyrənmə üstünlükləri nədir? Şagirdlərə öz sürəti ilə, öz tempi ilə hərəkət etmə imkanı verir. Nə deməkdir? Adam var ki, çox sürətli öyrənir, adam var ki, çox yavaş öyrənir. Və müəyyən vaxt verildikdə asinxron tədrisdə sürətli öyrənən tez bir zamanda öyrənəcək, digər şagirdlərlə yarışmaq kimi bir problem olmayacaq. Həmçinin yavaş öyrənən də neynəyəcək? Öz tempinə uyğun asta-asta öyrənəcək. Sonra şagirdlər özlərinə rahat olan strategiyalardan istifadə edərək öyrənəcəklər dərsi. Sonra sürəti, vaxtı və sair özü idarə etdiyi üçün şagirddə sərbəstlik hissi və məsuliyyət formalaşacaq. Şagirdin daha çox zamanı olduğu üçün mövzu üzərində daha dərindən düşünmə imkanı olacaq. Sonra şagirdlərin özlərinə müstəqil öyrənmək üçün imkan yaradacaq. Motivasiya verəcək onlara. Sonra burada yazmışıq ki, işləyən peşəkarlar və başqa bir işlə məşğul olan tələbələr üçün, yəni çox rahatdır. Bu nə deməkdir? Baxın, tutaq ki, siz ingilis də öyrənməyə çalışırsınız və asinxron tədrisdə öyrənirsiniz də. Müəllim tutaq materialları yükləyib platformaya, siz də öyrənmək istəyən vaxt gəlib baxa bilirsiniz. Əgər siz bütün gün işləyirsinizsə, işdən sonra da kursa getmək sizin üçün çətindirsə, bu forma sizin üçün çox əlverişlidir. Axşam tutaq saat 8-ə gəlsiniz evə, 8-dən sonra kursa getmək mümkün deyil. Oturursunuz özünüz platformadan baxırsınız, tapşırıqları yerinə yetirirsiniz. Daha rahat olur sizin üçün. Və cavab verməmişdən əvvəl düşünmək üçün yetəri qədər vaxtımız olur, ürəyimiz istəyən qədər vaxt sərf edə bilirik. Çatışmazlıqlar nələrdir? Bu uşaqlar, xüsusən az yaşlı uşaqlar üçün deyirəm, həmyaşıdları ilə birlikdə əyani mühitdə öyrənməkdən məhrum qalırlar da. Bu da asinxron çatışmazlıqlardan biridir. Xüsusən az yaşlı tələbələrdə, az yaşlı uşaqlarda bu özünü daha çox göstərir ki, onların ünsiyyət bacarıqlarının formalaşdığı, insanlarla ünsiyyət öyrəndiyi bir dövrdə oturub təkcə kompüterin qabağında asinxron öyrənir tədrisi. Ona görə bu çox da uyğun deyil. Sonra müstəqil öyrənərkən diqqəti yayındıran məqamlarla qarşılaşan və fikrini zəmləyə bilməyənlər üçün çətinlik yaranır. Nədir? Məsəl üçün, tutaq ki, çox üzr istəyirəm. Davam eləyək. Bax, məsəl üçün, adi bir şey deyim də, tutaq ki, mən video göndərirəm sizə, dərsin videosunu, evdə baxmalısınız. Bir də görürsünüz, Instagramdan bildiriş gəlir ki, filankəs sənə reels göndərdi, tez gedirsən görüm nə reels göndərib. O göndərdiyi reelsə baxırsan, sonra bir də görürsən ki, 1 saat sonra Instagramda fırlanırsan. Aydındır? Və yaxud da videoya baxırsan, evdə kimsə televizora baxır, sənin də fikrin gedir televizora. Yəni, fikrin tez dağılırsa, asinxron öyrənmə sənin üçün çətin olacaq. Sonra dərhal əlaqə və ünsiyyət yaratmaq mümkün deyil. Bu nə deməkdir? Yəni, mən sizə 3 gün vaxt vermişəmsə, siz ancaq o 3 gün ərzində sual verə bilərsiniz mənə. Yazmısınız tutaq ki, WhatsApp-dan ki, müəllim, mənim filan sualım var, indi mən onu nə vaxt görəcəm, nə vaxt cavab verəcəm. Yəni, bu artıq rəy almaq üçün, cavab almaq üçün biraz vaxt cəhətdən geri düşür. Bir də müstəqil işləyə bilməyən insanlar üçün çətinlik yaradır. Nə deməkdir o? Adam var ki, başının üstə müəllim durmasa, işləyə bilmir. Yəni, tez-tez də bu cümləyi işləmiş mən tələbələrdən. Deyir, müəllim, məndən kimsə tələb eləməsə, başımın üstə kimsə durmasa, mən öyrənə bilmirəm. Bu tip insanlar üçün asinxron öyrənmə çətindir. Sonra yoldaşlar, ortaq cəhətlər nədir?
Müəllim və yoldaşlarla əlaqə etmək mümkündür. Hər ikisində internet, kompüter vacibdir və müxtəlif platformalarda istifadə bacarığı tələb olunur. Burada yoldaşlar, soruşur ki, asenxron yoxsa sinxron, yəni hansı daha yaxşıdır? Dediyim kimi, burada bir çox faktordan asılı olaraq dəyişir. Əgər siz, məsəl üçün, insanlarla ünsiyyətdə olmaq istəyirsinizsə, nə bilim, bolla vaxtınız varsa, əlbəttə sinxron sizin üçün uyğundur. Amma siz insanlarla ünsiyyətdə olmaq xoşlamırsınızsa, vaxtınız azdırsa, asenxron sizin üçün daha uyğundur. Sonra yoldaşlar var hibrid tədris. Hibrid tədrisi qısaca izah edirəm sizə, bir uzun-uzun cümlələrə ehtiyac yoxdur. Hibrid tədris nədir yoldaşlar? Bir dərs mühitində uşaqların bəziləri əyani gəlir, bəziləri onlayn qoşulur. Baxın, tutaq ki, bir universitetdə oxuyursunuz da, məsəl üçün siz. Sizin tutaq ki, 20 nəfərlik qrupunuzda 15 nəfər gəlib, 5 nəfər tutaq ki, qripə yoluxub, qripdir və universitetə gələ bilmirlər. Məsələn, qayıb alınmaq üçün və dərsdən kənarda qalmamaq üçün müəllim bunlar tutaq ki, onlayn qoşur. Texnologiyanın köməyi ilə, telefonla, kompüterlə. Bu olur hibrid tədris. Yəni, əyəni dərs mühitində uşaqlar həm əyəni gəlirlər, həm də onlayn qoşulurlar. Bu oldu hibrid tədris. Burada onların hamısını yazmışam. Yenə Wi-Fi lazımdır və s. COVID-19'da yazmışam bunu. Hibrid öyrənmənin çətinliyi nədir yoldaşlar? Birincisi üstünlükləri estağfurullah. Üstünlüyü odur ki, birincisi sevilikdir. Burada nə edirik? Həm əyəni, həm də distant formada seçimlərdən istifadə edirik. Burada nə edirik? Həm xüsusi qayğıya ehtiyacı olan şagirdlər üçün, həm sağlamlığı ilə bağlı müəyyən problem olan insanlar üçün dərsə qoşulmaqda rahatlıq yaradır. İkincisi elə inklüzivlikdir ki, yenə dediyim kimi, fiziki və problem olan insanlar üçün nə edir? Adam var tutaq ki, evdən çölə çıxa bilmir də. Nə edir? Onlayn formada dərslərə qoşulub rahat öyrənir. İkinci nədir? İnteraktiv öyrənmə. Müəllim nə edir? Onlayn sinxron dizaynı formalaşdırdığı üçün həm müəllim, həm də həmyaşıdları ilə hər şəkildə əlaqə etmək imkan verir. Burada müəllim nə edir? Müxtəlif üsullardan istifadə edir və s. Bu da nə edir? Şagirdlərə interaktiv öyrənmə, yəni aktiv şəkildə öyrənmək kömək olur. Çatışmazlıqlar nədir yoldaşlar? Yenə də texnologiya tələbləri, yəni Wi-Fi, kompüter, planşet olmalıdır. Bir də kompleks planlaşdırma. Əgər müəllim bir dərs ərzində həm əyani, həm də onlayn dərs keçəcəksə, mütləq formada nə etməlidir? Müəllim qəşəng bir plan qurmalıdır ki, həm əyani, həm də onlayn dərsləri necə idarə edəcək, necə aparacaq və s. Sonra yoldaşlar, qarışıq tədris var. Qarışıq tədris isə sinxronla asinxronun, yəni qarışığıdır. Burada nə olur? Dərsdə biz normal qaydada sinxron dərsimizi keçirik. Eyni anda bütün məlumatı mən bütün şagirdlərə ötürürəm. Əlavə olaraq da evə gedəndə müəyyən bir platformaya dərs yükləyirəm. Gedib o platformadakı dərslərdən istifadə edib tapşırıqları yerinə yetirirsiniz. Bu olur nə? Qarışıq öyrənmə. Əslində bizim keçdiyimiz dərs, yəni tamamilə ələ alsaq, qarışıq öyrənmədir. Niyə? Çünki mən sizə burada dərsi öyrədirəm. Sonra video göndərirəm sizə. Siz o videoya baxırsınız, bilmirəm, baxırsınız, baxmırsınız. Baxırsınız normalda və evdən nə edirsiniz? Tapşırıqlar işləyirsiniz. Nə vaxta qədər? Gələn dərsə qədər. Bir vaxtınız da var burada. Burada nə edirik? Sinxron, asinxron qarışdırırıq deyə olur bu qarışıq tədris. Burada yazmışam bunları. Qarışıq öyrənmə ilə yoldaşlar hibrid öyrənmə arasındakı fərq nədir? Tədris metodlarındadır. Qarışıq təlimdə əyani dərslərdə iştirak etmək məcburidir. Yəni bütün uşaqlar əyani formada gəlmək məcburidir. Onlayn material isə sinifdə keçirilərdən sonra verilir. Tutaq ki, saat 2-də gəlmisiniz əyani dərsə, müəllim axşamlar onlayn dərslər göndərir. Amma hibrid öyrənmədə isə əyani gəlmək məcbur deyil, onlayn da qoşula bilərəm. 5 nəfər gedib, 3 nəfər də onlayn qoşulub. Yaxşı yoldaşlar. Buna qədər bir problem varmı? Yoxdur. Çox sadə və rahat bir dərsdir. Bunların testini göndərəcəm. İkinci günə qədər işləyirsiniz. Bu nə olacaq? Qarışıq. Yox. Mənim testləri göndərməm, sizin işləməniz olacaq asinxron. İndi bu keçdiyimizi, bu dəqiqə keçdiyimi, plus bu tapşırığı nəzərə alsaq, olacaq qarışıq. Yaxşı? Yaxşı. Okey. Bir sualınız varmı yoldaşlar?